Değerli dostlar, 5 sotda belə bir şəxsi mülkə bağ evi çəkib təqdim edirəm. İzləmədə qalın. Deməli, giriş bu qaydadadır değerli dostlar. Müəyyən müddət yaşayış olmuş, tam oturuşmuş bir evdir. 2 metrlik foyası mövcuddur. Burada təbii ki 4 metr olur, enlənir. Sonunda sizə bu gözəl evin çöl görünüşünü göstərəcəm. Baseyninə kimi, manqalisinə kimi, parnoyuna kimi mövcuddur. İzləmədə qalın. Özü də kupçalıdır. Evin və torpağın kupçası var, şəxsi mülkdür. Birbaşa özü istifadə üçün nəzərdə tutulmuş bir məkandır. Daha sonra qonaq otağına baxdınız, 45-50 kvadrat metrlik bir zal isə evin 4 tərəfinə keçid etmək mümkündür. Dövlət ipotekasına yararlıdır, evin və torpağın çıxarışı var. Burada kiçik otaqlardan biridir. Baxın, bir daha dəhlizdən, bütün otaqlar dəhlizdən paylanır. Çox gözəldir, həqiqətən də çox gözəl. Çox maraqlı bir evdir. Burada ümumilikdə 4-cü yataq otağıdır ki, bu ailə üçün nəzərdə tutulmuş otaqdır. Hər otaqda kondisioner və televizyon xətti çəkilir. Müəyyən müddət yaşayış olmuş, oturuşmuş evdir. Dəyərli dostlar, bəzi səbəblərdən ötürü satılır. Hər qəpiyinə kimi mən deyərdim ki, bu deməli haqqını ödəyir. Baxın, buradan üst hissəni görürsünüz. Üst hissədə də izolyasiya işləri həyata keçirilib. Daha sonra gəlin digər hissələrlə tanış edeyim sizi. 5 sotda 235 kvadrat metrlik bir ev. Baxın değerli dostlar, belə bir ümumi istifadə üçün nəzərdə tutulmuş sanuzel. Burada 25 kvadrat metrlik mətbəx sahə, mətbəxdən evin ön hissəsinə keçid etmək mümkündür. Şimdi gəlin bu ön hissəylə sizləri tanış edeyim. Baxın, bura teras, mətbəxdən çölə çıxış olan hissə, manqalı, görürsünüz baseyni. Bura parnoydu değerli dostlar, arka o açıq plastik qapı, sanitar qovşaqda, həyətyanı sahədə parnoyundan tutmuş, kombo otağı və s. Havuz üçün əlavə kotelin sistem evin alt hissəsindədir. Monolit beton da evin döşəməsi. İndi evin çölünü göstərin. Baxın, o tərəfdən 1 metr, bu tərəfdən 1 metr məsafə gözlənilib. Arxa tərəflə isə 2 metrlik məsafə gözlənilib. Masazırda yerləşir, Bakı-Sumqayıt yoluna yaxın bir məsafədə yerləşir. Hündürboy bağ evlərinin mövcud olduğu bir ərazidir. Kommunallar mövcud və daimi evin çöl görünüşü bu qaydadadır. Qiymət başlanğıc olaraq 285 min manatdan təklif olunur. 5 sotda şəxsi mülk. Alıcılarla təbii ki razılaşma mümkündür. Əlaqə saxlamağı unutmayın. Real alıcılar endirim olunacaq. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.